Dünən hesablamaya aid belə bir sual paylaşmışdım. Təbii ki, bir çoxumuz radianı dərəcəyə çevirəndən sonra dərəcənin aşağı salınma düsturundan, sonra da cəmi və fərqini hasilə çevirmə düsturundan istifadə eləməklə misalın doğru cavabını asanlıqla tapa bilərik. Amma düşünürəm ki, MIQ imtahanı zamanı biz bu düsturlardan istifadə eləməklə həm vaxtımız çox gedəcək, həm də ki, ola bilər ki, hesablama zamanı mexaniki səhvlərə yol verə bilək. Bəs başqa hansı yollardan istifadə eləsək, həm vaxtımız səmərəli geçsin, həm də ki, misalın doğru cavabını qısa bir zamanda tapaq. Sizin üçün 2 dənə düstur deyəcəm. Bu tip misalları bu düsturlardan yaza bilərsiniz. Birinci düsturumuz bundan ibarətdir ki, belə bir misal verilibsə, yadınıza saxlayın ki, x-in istənilən qiymətində sinüs kvadratı x üstə gəlinsin, sinüs kvadratı 60 dərəcə çıx x üstə gəlinsin, sinüs kvadratı 60 dərəcə üstə gəl x şəklində göstərilə bilən bütün bu misalların cavabı nəyə bərabərdir? 2-də 3-ə. X-in istənilən qiymətində bu doğrudur. İkinci düstur isə bundan ibarətdir. Ola bilər ki, burada cəm yox, hasil kimi verilsin. O zaman düsturu deyirəm. Sinüs x vurulsun. Sinüs 60 dərəcə çıxılsın x vurulsun. Sinüs 60 dərəcə üstə gəlinsin x. Bu isə bərabərdir. X-in istənilən qiymətində bu bərabərdir. 4-də 1 sinüs 3x-ə. Bu iki düsturu siz yadda saxlamaqla MIQ imtahanı zamanı həm vaxta qənaət eləmiş olarsınız, həm də bu tip misalların doğru cavabını qısa bir zamanda tapmış olarsınız. Bizim bu misalda da ki, aydın məsələdir ki, x nəyə bərabərdir? 20-yə. Sağ olun.